Herkese selam dostlar, kanalıma videoma hoş geldiniz. Bugün sizlerle bir yerde Şəkidə və Qaxda keçirdiyim vloglayacağım. İlk öncə indi biz Şəkidə ev tutmuşduq, orada qaldıq gecəni. Dünən yolculuk vlogunu yemək yiyəcəm deyib bağladım, sonrasını çəkmədim. İndi bəzi kadrları bura qoyacağım. Başka oturmak. Dayanmanızı gedək. İndi evdəkilər gəlsin, gedirik Şəkidə bəzi yerləri gəzirik. Ondan sonra oradan çıxırıq, gedirik Qaxa. Qaxda oteldə qalırıq və Qaxda da gəzirik. Saçlarım da bugün yenə belə dalğalı eləmişəm, amma hər nəysə kombinimi göstərəcəm sizə düşəndə maşından. İndi göstərə bilməyəcəm. Ondan sonra dünənki kadrları qoyacağım. Restorana getdik. Sonra gəldik bura, evdə qaldıq. Yəni bu qədər, başqa bir şey eləmədik. Günlük vlog. Todo el corazón negra te ofrecí esa noche triste junto al Piraí. Por vos mi ilusión toda la perdí. Desde entonces morena voy llorando de amor. Todo el corazón negra te ofrecí esa noche triste junto al Piraí. Por vos mi ilusión toda la perdí. Desde entonces morena voy llorando de amor. ¿Dónde están esas horas que contigo pasé? Özür bir an hakim hisseledim. Ha? Söndürelim. Buna da altında bir daha. Burada bəzi şəkillər çəkdik. Prosta çox da bəyənmədim. Evdəkilər düşdülər Ələhməddən paxlava falan almağa. Şəki paxlavası təbii ki də Şəkidə isə almalıyıq, çünki çox qəşəngdir. Mən də xoşlayıram, amma indi istidir falan. İnşallah Bakıya qayıdandan sonra yeyərik. İndi heç nə, Xan Sarayına falan getdik, ondan sonra Karvansaraya getdik. Çox qəşəng idi, yəni mən bəyəndim. Sadəcə hava isti olduğu üçün yəni gəzə bilmirik. Gəzə bilmirik deyəndə şəxsən mən gəzə bilmirəm. Çox istidir hava. Yəni həm də ki yəni belə
geyimlə falan gəzmək olmur. Gərək rahat bir şey geyinəsən ki, elə gəzəsən. Mən də şəkil falan çəkdirmək üçün rahatçılığımı qırağa qoyub, gözəlliyimi önə çıxarıb belə geyindim. Kombinimi də göstərməsəm belə şey eləyərəm, şəkillərdən qoyaram, onlardan görərsiniz. Hər nəysə, indi alsınlar, gəlsinlər, mən də maşında gözləyirəm. Sonra gedək, üzü qaxa gedəcəyik böyük ehtimal. Başqa mən bilən, yəni Şəkidə gəzməli bir yer yoxdur. Yəni var, dünən də gəzmişik bu arada, restoranlara getmişik. Ondan sonra Şəki parka getdik, Marxala getdik. Yəni getdiyimiz yerlər oldu. Çəkə bildim, çəkə bilmədim. Dünən zayetqam da çox az idi. İşıqlar sönmüşdü burada. Ona görə yəni çəkə bildiyimi çəkdim, çəkə bilmədiyimi də çəkə bilmədim. Ona görə də qoyacaq, videoya bəzilərini qoyacağam. Qoya bilmədiklərimi də, yəni bilin ki, çəkə bilməmişəm. Bir də Old Town restoranı var. Elə arxada qaldı, o bayaqda gördüm. Dünən orada yemək yedik. Yəni mən çox bəyəndim bu arada. Çox qəşəng, tam belə milli Şəki vibe verən bir restoran idi. Bilinir ki, elə bir bizim içəri şəhər fason başa düşdünüz. Yəni mən bəyəndim, qəşəng idi, restoran da qəşəng idi. İndi qalxı gedək, görək qalxı necə olacaq. Sadəcə çox istidir. Yəni insan gəzə bilmir. Bu qədər. Ocaqda pişirir. Çox dadlıdır məncə. O keçədir. Sen üzünü, bakışların üzgün. Sensiz bir gün yüz gün gibi yok ederim hüznü. Gözlerinde güzgün, gözlerimle süzdüm. Bu qana daşlı qana, şındınlı daşlı qana, qorxuram gəlməyəsən, gözlərim yaşlı qana. Ay bu qana daşlı qana, şındınlı daşlı qana. İndi gedirik Hilltop otelə. Restorandan çıxdıq. Qəşəng idi, bəyəndim. Otel olaraq qəşəng deyil məncə. Amma restoran olaraq yeməyini falan bəyəndim. Yedik. Yani Gedirik beğendik. İndi otelə. Gəldik indi otelə. Əşyalar falan aparırıq. Deməli hal-hazırda gəldik, hovuzdan gəldik. İndi mən istəyirəm ki, gedək biraz gəzək. Buranın həyətini falan gəzək. İndidən kombin elədim. Amin də budur. Belə bir üstümə buna nə deyirlər? Əgər çamadan vloguma baxmamısınızsa, gedin ona da baxın. O vlogda göstərirəm paltarlarımın hamısını. Bu da belə göstərə bilsəm. Göstərə bilməm. Nəysə də altıma belə bir Salam dostlar. Şort ətəyi giymişəm, üstümə belə hazır köynək giymişəm. Vay ne kadar pahalı değil. Hazır crop top giymişəm. Daha Yenə yeni qaraldı. Soğanım mənim. Çok cimri. Hər nəsə bu qədər. Geç sabah cimri. Tək saçım da bu arada çox belə yəni yığmaq fikrim yox idi, amma məcbur yığdım çünki saçım şişmişdi. Amma belə də yəni çox da pis deyil. Üstümü falan da bəyəndim. Çamadan vlogda göstərmişəm zaten burada geyimlərimin hamısı orada da var. Ona gedin baxın. Bu qədər. Gedək. Ne lan baba? Mama kamera var diye orada sıfırlana. Aslında qəşəng düşür. Şuraya marşal sırrı. İndi çıxıram otağı. Nerə düşəcək?
Bravo. Ay, ben götürmeyeceğim. Ha. Ay. Videomu burada bitiririm. Gedirik otağa. İnşallah sabah Zaqatala, Şəki, Qax falan vlogu gələcək.